Oğlaq Bürcü 22 dekabr 2025 Oğlaq Bürcünün günlük proqnozu. Bugün Oğlaqlar üçün sakitlik və düşünmək üçün əlverişli bir gündür. Səhər saatlarında kiçik qarışıqlıqlar və ya gecikmələr baş verə bilər, amma narahat olma, günün ikinci yarısında hər şey yoluna düşəcək. Ətrafındakı insanlarla ünsiyyətdə mehriban və diqqətli olmaq faydalıdır, çünki kiçik söz səhvləri yanlış anlaşılmalara səbəb ola bilər. Daxili düşüncələrinə fokuslanmaq və planlarını gözdən keçirmək üçün əlverişli vaxtdır. Öz hisslərinə qulaq asmaq, hansı istiqamətdə irəliləmək istədiyini anlamağa kömək edəcək. Başlanmış işləri tamamlayıb, yeni addımlar atmaq üçün günün ikinci yarısı əlverişlidir. Hər şeyi bir anda həll etməyə çalışmaq əvəzinə addım-addım irəliləmək daha faydalı olacaq. Axşam saatlarında isə özünə vaxt ayırmaq və rahatlamaq üçün əlverişli olacaq. Sakit mühit və sevdiyin məşğuliyyətlər həm ruhunu, həm də düşüncələrini rahatladacaq. Bugün başqaları ilə müqayisə etmədən öz tempində hərəkət etməyin önəmlidir. Kiçik addımların və sakit yanaşmanın gözlənilmədən sənə dərin rahatlıq gətirə biləcəyini unutma. Günün mesajı: sakit ol, daxili səsinə qulaq as və hər şeyi addım-addım yoluna qoy. Dincik və aydınlıq günün ən böyük dəstəyin olacaq. Dolça Bürcü 22 dekabr 2025 Dolça Bürcünün günlük proqnozu. Bugün dolçalar üçün fikir və ünsiyyət ön planda olacaq. Səhər saatlarında kiçik anlaşılmazlıqlar və ya qarışıqlıqlar ola bilər, amma günün irəliləyən hissəsində hər şey yoluna düşəcək. İnsanlarla danışıq zamanı diqqətli və açıq olmaq faydalıdır, çünki kiçik söz səhvləri yanlış anlaşılmalara səbəb ola bilər. Həmçinin gözlənilməz situasiyalara çevik yanaşmaq sənin üçün əlavə üstünlük yaradacaq. Daxili düşüncələrinə fokuslanmaq və gələcək planlarını gözdən keçirmək üçün əlverişli vaxtdır. Yeni ideyalar və fərqli yanaşmalar səni ruhən yüksəldə bilər, lakin onları həyata keçirmək üçün tələsməmək vacibdir. Sakit və düşünülmüş addımlar sənin üçün daha faydalı olacaq. Həftə ərzində qarşılaşacağın kiçik çətinliklər səni daha hazırlıqlı etməyə xidmət edəcək. Günün ikinci yarısı başlanmış işləri tamamlayıb yeni layihələrə başlamaq üçün əlverişlidir. Kiçik fasilələr və sevdiyin məşğuliyyətlər enerjini bərpa etməyə və stressi azaltmağa kömək edəcək. Axşam saatlarında özünə vaxt ayırmaq, dinc və sakit anlar yaratmaq günün ən böyük dəstəyin olacaq. Sosial çevrədəki kiçik söhbətlər və paylaşmalar da ruhunu yüksəldəcək. Günün mesajı: fikirlərini diqqətlə yönəlt, sakit ol və hər şeyi tələsmədən yoluna qoy. Daxili sükunət və çevik yanaşma bu günün sənə verdiyi ən böyük gücdür. Balıq Bürcü 22 dekabr 2025 Balıq Bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər və intuisiya ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar və ya anlaşılmazlıqlar baş verə bilər, amma günün irəliləyən hissəsində hər şey yoluna düşəcək. İnsanlarla danışıq zamanı səmimi və diqqətli olmaq faydalıdır, çünki kiçik söz səhvləri yanlış anlaşılmalara səbəb ola bilər. Daxili düşüncələrinə fokuslanmaq və hisslərini dəyərləndirmək üçün əlverişli bir gündür. Öz istəklərini və prioritetlərini anlamaq qərarlarında daha inamlı olmağa kömək edəcək. Həftənin bu günündə sakit və düşünülmüş addımlar sənin üçün daha faydalı olacaq, tələsmədən hərəkət etmək müsbət nəticələr gətirəcək. Günün ikinci yarısı başlamış işləri tamamlayıb yeni fikirləri planlaşdırmaq üçün əlverişlidir. Kiçik fasilələr, sevdiyin məşğuliyyətlər və rahatlamalar həm ruhunu, həm də düşüncələrini təravətləndirəcək. Axşam saatlarında isə özünə vaxt ayırmaq və sakit mühitdə olmaq günün ən böyük dəstəyin olacaq. Günün mesajı: daxili səsinə qulaq as və hərəkətlərini diqqətlə seç. Sakitlik və balans bu günün sənə verdiyi ən böyük gücdür. Qoç Bürcü 22 dekabr 2025 Qoç Bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji və təşəbbüs ön planda olacaq. Səhər saatlarında kiçik qarışıqlıqlar və ya gecikmələr baş verə bilər, amma günün irəliləyən hissəsində işlər yoluna düşəcək. Öz ideyalarını ifadə etmək və planlarını həyata keçirmək üçün əlverişli bir gündür, lakin impulsiv hərəkətlərdən çəkinmək faydalı olacaq.
Həmçinin qarşına çıxan gözlənilməz vəziyyətlərə çevik yanaşmaq sənin üçün əlavə üstünlük yaradacaq. Münasibətlərdə səmimiyyət və diqqət vacibdir. Qarşı tərəfi dinləmək və sözləri diqqətlə seçmək anlaşılmazlıqların qarşısını alacaq. Sosial və işgüzar sahədə ortaya çıxan yeni imkanlar və maraqlı dialoqlar enerjini yüksəldəcək. Həftənin bu günündə başqalarının fikirlərini nəzərə almaq və uyğun addımlar atmaq sənin üçün faydalı olacaq. Günün ikinci yarısı başlanmış işləri tamamlayıb yeni layihələrə başlamaq üçün əlverişlidir. Kiçik fasilələr və sevdiyin məşğuliyyətlər həm ruhunu, həm də düşüncələrini yeniləyəcək. Axşam saatlarında isə sakit anlar yaratmaq, dinc mühitdə olmaq və özünə vaxt ayırmaq günün gərginliyini azaltmaq üçün faydalıdır. Günün mesajı: enerjini düzgün yönəlt, çevik ol və addımlarını diqqətlə seç. Sakit düşüncə, balans və planlı yanaşma bu günün sənə verdiyi ən böyük dəstək olacaq. Boğa bürcü. 22 dekabr 2025 Boğa bürcünün günlük proqnozu. Boğa bürcü üçün səbirli və düşünülmüş yanaşmanın ön plana çıxdığı bir mərhələnin təsiri hiss olunur. Hadisələrə tələsmədən yanaşmaq, baş verənləri daha geniş prizmadan dəyərləndirmək daxili rahatlığı qorumağa kömək edəcək. Qarşına çıxan mövzular səni öz mövqeyini möhkəmləndirməyə, seçimlərini daha dərindən düşünməyə yönəldə bilər. Bu prosesdə öz dəyərlərinə sadiq qalmaq və tələskən qərarlardan uzaq durmaq önəmlidir. Ünsiyyət və münasibətlərdə mehribanlıq, anlayış və qarşılıqlı hörmət əsas rol oynayır. Yaxın çevrəndəki insanlarla qurduğun dialoqlar daha aydın və səmimi ola bilər. Bəzən səssiz qalmaq və qarşı tərəfi diqqətlə dinləmək münasibətlərə gözləniləndən daha çox harmoniya gətirə bilər. Duyğularını sakit və ölçülü şəkildə ifadə etməyin anlaşmanı gücləndirəcək. Bu mərhələdə özünə ayırdığın vaxt xüsusi əhəmiyyət daşıyır. Düşüncələrini nizamlamaq, daxili ahəngi bərpa etmək və ruhunu dincəltmək üçün sakit mühitlər faydalı ola bilər. Sevdiyin fəaliyyətlər, təbiətlə təmas və ya rahat bir atmosferdə olmaq sənə müsbət təsir göstərəcək. Hər şeyi nəzarətdə saxlamağa çalışmaqdansa, bəzi axarları olduğu kimi qəbul etmək daha rahatlıq verə bilər. Ümumilikdə bu dövr sənə səbirli olmağın, dinləməyin və özünlə barışıq içində irəliləməyin vacibliyini xatırladır. Kiçik, amma düşünülmüş addımlar uzun müddətli rahatlıq hissi yarada bilər. Günün mesajı: daxili sabitliyini qoruyaraq irəlilə, sakitlik və aydın düşüncə yolunu işıqlandıracaq. Əkizlər bürcü. 22 dekabr 2025 Əkizlər bürcünün günlük proqnozu. Əkizlər bürcü üçün düşüncələrin və daxili müşahidələrin ön plana çıxdığı bir axın hiss olunur. Ətrafında baş verənlərə fərqli prizmadan baxmaq, detalları daha yaxşı anlamağa kömək edə bilər. Tələsmədən hərəkət etmək, söz və davranışlarda ölçülü olmaq səni daha rahat hiss etdirəcək. Daxili balansını qoruduqca hadisələrə uyğunlaşmaq da asanlaşacaq. Ünsiyyət sahəsində diqqətli yanaşma önəmlidir. Danışıqlar zamanı qarşı tərəfin hisslərini nəzərə almaq anlaşmanı gücləndirə bilər. Bəzən hər şeyi dərhal izah etməyə çalışmaq əvəzinə dinləmək və müşahidə etmək daha faydalı nəticə verə bilər. Yaxın çevrədə səmimi və açıq münasibətlər diqqət çəkir. Bu mərhələdə özünə vaxt ayırmaq, düşüncələrini toparlamaq və zehni rahatlatmaq müsbət təsir göstərə bilər. Sakit fəaliyyətlər, oxumaq və ya yaradıcı məşğuliyyətlər daxili gərginliyi azalda bilər. Hər mövzuda aydınlıq axtarmaqdansa, bəzi sualların cavabını zamana buraxmaq rahatlıq gətirəcək. Ümumilikdə bu dövr sənə səbirli olmağın, diqqətlə müşahidə etməyin və daxili səsini dinləməyin vacibliyini xatırladır. Axarına buraxılan mövzular daha aydın şəkil ala bilər. Günün mesajı: sözlərin qədər sükutun da dəyərini bil, aydınlıq səbirlə gəlir. Xərçəng bürcü. 22 dekabr 2025 Xərçəng bürcünün günlük proqnozu. Xərçəng bürcü üçün duyğuların və daxili həssaslığın ön plana çıxdığı bir dövrdür. Ətrafındakı hadisələrə emosional yanaşmaq təbiidir, lakin özünü yormamaq üçün sərhədlərini qorumaq faydalıdır. Daxili rahatlıq axtarışı səni daha sakit və anlayışlı qərarlara yönəldə bilər. Öz hisslərini ifadə edərkən ölçülü olmaq həm səni, həm də başqalarını rahatladacaq.
Münasibətlərdə yaxınlıq və səmimiyyət ön plandadır. Sevdiklərinlə qurulan ünsiyyət istilik və güvən hissini artıra bilər. Bəzən açıq danışmaq, bəzən isə sadəcə dinləmək qarşılıqlı anlaşmanı gücləndirəcək. Kiçik diqqət və jestlər münasibətlərdə gözlənilməz şəkildə müsbət təsir yarada bilər. Özünə vaxt ayırmaq, sakit mühitdə olmaq və daxili dünyana yönəlmək faydalıdır. Rahatladan məşğuliyyətlər, təbiət ilə təmas və ya sevdiyin fəaliyyətlər səni yeniləyə bilər. Həyatın ritmini zorlamadan qəbul etmək, stressdən uzaq qalmaq üçün əlverişlidir. Ümumilikdə bu dövr səni daha anlayışlı, diqqətli və sakit olmağa çağırır. Duyğularını nəzarətdə saxlamaq və özünü qorumaq əsasdır. Günün mesajı: qəlbin səsini dinlən, amma rahatlığını da unutma. Şir bürcü 22 dekabr 2025 Şir bürcünün günlük proqnozu. Şir bürcü üçün enerji və diqqətin ön plana çıxdığı bir dövrdür. Fikirlərini və duyğularını ifadə etmək təbii gələ bilər, amma hər addımında ölçülü olmaq daha faydalıdır. Qarşına çıxan vəziyyətlər sənə öz mövqeyini möhkəmləndirmək və başqalarına nümunə göstərmək üçün fürsət verə bilər. Düşüncələrini aydın ifadə etmək və məqsədlərinə fokuslanmaq səni istədiyin istiqamətə aparacaq. Ünsiyyət və münasibətlər sahəsində açıq və səmimi yanaşma diqqət çəkir. Yaxın çevrəndəki insanlarla qurulan dialoqların istilik və qarşılıqlı anlayış gətirməsi mümkündür. Başqalarını dinləmək və onların baxışlarını nəzərə almaq münasibətləri daha da möhkəmləndirəcək. Kiçik jestlər və diqqətli davranışlar gözlənilməz şəkildə müsbət təsir göstərə bilər. Özünə vaxt ayırmaq və rahatladan fəaliyyətlərlə məşğul olmaq həm ruhunu, həm də düşüncələrini balanslaşdıracaq. Həyatın ritmini zorlamadan qəbul etmək və hadisələrə soyuqqanlı yanaşmaq enerjini düzgün yönəltməyə kömək edəcək. Eyni zamanda öz duyğularını və ehtiyaclarını nəzərə almaq sənin üçün əlavə rahatlıq gətirəcək. Ümumilikdə bu dövr sənə özünü ifadə etməkdə inamlı olmağı, amma eyni zamanda diqqətli və ölçülü davranmağı xatırladır. Öz gücünü başqalarına göstərmək istəyi ilə daxili sakitliyi qorumağın arasında tarazlıq yaratmaq faydalıdır. Günün mesajı: öz gücünü hiss et, amma addımlarında balansı qorumağı unutma. Qız bürcü 22 dekabr 2025 Qız bürcünün günlük proqnozu. Qız bürcü üçün diqqət və düşüncəli yanaşma ön plandadır. Hadisələrə soyuqqanlı baxmaq və detallara fikir vermək səni daha rahat və özünə güvənli hiss etdirə bilər. Qarşına çıxan vəziyyətlər üzərində sakitcə düşünmək və addımlarını planlı şəkildə atmaq faydalıdır. Öz fikirlərini və hisslərini ölçülü şəkildə ifadə etmək həm sənə, həm də başqalarına rahatlıq verəcək. Münasibətlərdə anlayış və diqqət əsas rol oynayır. Yaxın çevrəndəki insanlarla açıq və səmimi dialoqlar qurmaq bağları möhkəmləndirə bilər. Dinləmək və qarşı tərəfin hisslərinə önəm vermək anlaşılmazlıqların qarşısını almağa kömək edəcək. Kiçik jestlər və diqqətli davranışlar münasibətlərə müsbət təsir göstərə bilər. Sözlərində və hərəkətlərində diqqətli olmaq ətrafındakılara verdiyin dəyəri göstərmək üçün əlverişlidir. Özünə vaxt ayırmaq və sakit mühitdə olmaq həm ruhunu, həm də düşüncələrini tarazlamağa kömək edəcək. Sevdiyin fəaliyyətlərlə məşğul olmaq və stressdən uzaq durmaq enerji səviyyəni yüksəldəcək. Hadisələrə tələsmədən və ölçülü yanaşmaq sənin üçün ən doğru yol olacaq. Öz ehtiyaclarını və hisslərini nəzərə almaq həm şəxsi rifahını, həm də münasibətlərini yaxşılaşdıracaq. Ümumilikdə bu dövr səni diqqətli, düşüncəli və anlayışlı olmağa çağırır. Sakit və ölçülü davranmaq həm özünü, həm də ətrafındakiları rahat hiss etdirəcək. Günün mesajı: kiçik addımlar və düşünülmüş qərarlar uzun müddətli nəticələr gətirər, tələsmədən hərəkət et. Tərəzi bürcü 22 dekabr 2025 Tərəzi bürcünün günlük proqnozu. Tərəzi bürcü üçün balans və harmoniyaya yönəlmək ön plandadır. Qarşına çıxan vəziyyətləri sakit və ölçülü şəkildə qiymətləndirmək həm şəxsi, həm də ətrafındakı münasibətləri nizamda saxlamağa kömək edəcək. Daxili tarazlığını qorumaq qərarlarında daha aydın və sakit olmanı təmin edəcək. Münasibətlərdə anlayış və qarşılıqlı hörmət əsas rol oynayır.
Yaxın çevrəndəki insanlarla səmimi və diqqətli ünsiyyət bağları gücləndirə bilər. Dinləmək və qarşı tərəfin baxışlarını nəzərə almaq hər hansı anlaşılmazlığın qarşısını almağa yardım edəcək. Kiçik jestlər və diqqətli davranışlar münasibətlərdə gözlənilməz şəkildə müsbət təsir yarada bilər. Özünə vaxt ayırmaq, sevdiyin fəaliyyətlərlə məşğul olmaq və sakit mühitdə olmaq daxili rahatlığı artıracaq. Hadisələrə tələsmədən yanaşmaq və hər şeyi axışına buraxmaq enerjini səmərəli istifadə etməyə kömək edəcək. Ümumilikdə bu dövr səni balanslı, anlayışlı və diqqətli olmağa çağırır. Qərarlarında həm özünü, həm də başqalarını nəzərə almaq faydalıdır. Günün mesajı: harmoniya axtar, amma öz səsini də unutmadan addım at. Əqrəb bürcü 22 dekabr 2025 Əqrəb bürcünün günlük proqnozu. Əqrəb bürcü üçün duyğuların dərinliyi və iç dünyaya yönəlmək ön plandadır. Qarşına çıxan vəziyyətlər səni öz hisslərini daha dərindən dərk etməyə və hərəkətlərini ona görə yönləndirməyə çağırır. Daxili gücün və fokusun bu dövrdə sənə dəstək olacaq. Öz düşüncələrini aydın şəkildə ifadə etmək həm sənə, həm də ətrafındakılara rahatlıq gətirəcək. Münasibətlərdə dürüstlük və səmimiyyət diqqət çəkir. Yaxın çevrəndəki insanlarla açıq və anlayışlı ünsiyyət qurmaq aradakı bağları möhkəmləndirəcək. Öz hisslərini ifadə edərkən ölçülü və diqqətli olmaq qarşılıqlı anlaşmanı artıracaq. Kiçik jestlər və diqqət münasibətlərdə müsbət təsir yaradacaq. Özünə vaxt ayırmaq, sakit mühitdə olmaq və düşüncələrini toparlamaq daxili rahatlığı artıracaq. Enerjini düzgün yönəltmək və hadisələrə soyuqqanlı yanaşmaq daha yaxşı nəticələr verir. Stres yaratmayan fəaliyyətlər və sevdiyin məşğuliyyətlər ruhunu yeniləyə bilər. Ümumilikdə bu dövr səni öz daxili səsini dinləməyən, anlayışlı və ölçülü davranmağa təşviq edir. Duyğularını idarə etmək və diqqətini vacib olanlara yönəltmək günün əsas mövzusudur. Günün mesajı: daxili gücünü hiss et, düşüncələrini yönəlt və hər addımını məqsədinə uyğun at. Oxatan bürcü 22 dekabr 2025 Oxatan bürcünün günlük proqnozu. Oxatan bürcü üçün macəra və yenilik axtarışı ön plandadır. Yeni fikirlər və maraqlı ideyalar diqqətini çəkə bilər, amma hərəkətlərində ölçülü olmaq faydalıdır. Açıq fikirli olmaq və çevrəndəki imkanları dəyərləndirmək sənin üçün səmərəli nəticələr gətirəcək. Öz baxışlarını ifadə edərkən diqqətli olmaq həm sənin, həm də ətrafındakılara rahatlıq verəcək. Münasibətlərdə səmimiyyət və açıq danışıq əsas rol oynayır. Qarşındakını diqqətlə dinləmək və fikir mübadiləsi aparmaq münasibətlərin möhkəmlənməsinə kömək edəcək. Kiçik jestlər və anlayışlı davranışlar ətrafındakı insanların sənə olan etibarını artıracaq. Əlaqələrdə uyğun kompromislər tapmaq həm özün, həm də digərləri üçün daha harmonik nəticələr yaradacaq. Özünə vaxt ayırmaq, maraq dairənə uyğun fəaliyyətlərlə məşğul olmaq və gündəlik ritmini tarazlamaq daxili rahatlığı artıracaq. Həyatın sürətinə uyğunlaşmaq və hər şeyi tələsmədən qəbul etmək sənin üçün faydalıdır. Fərqli təcrübələr sənin dünya görüşünü genişləndirə və motivasiyanı artıra bilər. Ümumilikdə bu dövr səni açıqlığa, çevikliyə və anlayışlı olmağa çağırır. Yeni imkanları dəyərləndirmək və mövcud vəziyyətə adaptasiya olmaq günün əsas mövzusudur. Günün mesajı: yeni ideyalara açıq ol, macəraları dəyərləndir, amma hər addımında ölçünü itirmə.